Salam əziz şagirdlər, əziz izləyicilər. Bu videoda 9-cu sinif buraxılış imtahanına uyğun hazırlanmış sınaq imtahanının ikinci variantını izah edirəm. Diqqətli olun, bu mövzular imtahanda ən çox çətinlik yaradan hissələrdəndir. Birinci test. X, Y, Z həqiqi ədədləri üçün x bölü 3 bərabərdir y bölü 4 bərabərdir z bölü 5 və 2x minus y üstəgəl z bərabərdir 21 olarsa y-i tapın. Gəlin bu nisbətləri bir k ilə işarə eləyək. Bu nisbətlər fərz eləyək ki, bir k-ya bərabərdir. Onda alaraq ki, x bərabərdir 3k, y bərabərdir 4k, z də bərabərdir 5k. Bunları verilən bu bərabərlikdə yerinə qoysaq, alaraq ki, 2 vuru 3k, yəni 6k, çıxılsın 4k, üstə gəl 5k. Bu bərabərdir 21-ə. 6K'dan 4K çıxsaq 2K, 2K'nın üstünə 5K gəlsə 7K. 7K 21-dir. Deməli, K da bərabərdir 3-ə. K 3-dürsə bizdən Y-i soruşur. Y də bərabərdir 4 vur 3-ə. Yəni 12-yə. Cavab oldu C bəndi. İkinci test. A bölünmüş B üstəgəl B bölü A bərabərdir 5 olarsa, A üstəgəl B mötərizənin kvadratı üstəgəl A minus B mötərizənin kvadratı bölü 4AB ifadəsinin qiymətini tapın. Əvvəlcə verilən bərabərliyin hər tərəfini vuraq ortaq məxrəcə ki, kəsirdən qurtaraq. Ortaq məxrəc AB-dir. Deməli, bunun hər tərəfini vururuq AB-yə. AB-yə vursaq birinci kəsir B ilə B gedər, qalar A kvadratı. Üstəgəl ikinci kəsirə AB-yə vursaq A-lar gedər, qalar B-nin kvadratı. Bərabərdir 5AB-yə. İndi axtarılan ifadəni sadələşdirək. Axtarılan ifadəni sadələşdirəndə, yəni mötərizələri açsaq, alarıq A kvadratı, üstəgəl 2AB, üstəgəl B kvadratı, üstəgəl ikinci mötərizəni də açsaq, yenə də müxtəsər vurma yeniliyinə görə A kvadratı çıx 2AB, üstəgəl B kvadratı. Məxrəcdə isə 4AB var. İndi burada surətdə müsbət 2AB ilə mənfi 2AB əks hədlərdir. Bunlar islah olundu. A kvadratı üstəgəl A kvadratı verər bizə 2A kvadratını. Üstəgəl B kvadratı üstəgəl B kvadratı da 2B kvadratını verər. Məxrəcdə isə 4AB-dir. Surətdə 2-ni mötərizə xaricinə çıxarsaq, 2 vurulsun A kvadrat üstəgəl B kvadrat. Məxrəcdə də 4AB var. Bizim aldığımız nəticəyə görə A kvadrat üstəgəl B kvadrat 5AB-yə bərabər idi. Biz bu nəticəyə gəlmişdik. Deməli, burada A kvadrat üstəgəl B kvadratının yerinə 5AB-ni qoya bilərik. Qoysaq, alarıq ki, 2 vurulsun 5AB, məxrəcdə də 4AB. Burada da AB-lər 4-lə də 2 ixtisar getsə, qalar 2-də 5, bunun da cavabı 2,5. Cavab C bəndi. Üçüncü test. İfadəni sadələşdirən. İfadəyə nəzər salsaq, surətdə biz x kubu çıx 1-in yerinə kublar fərqi düsturuna görə onun vuruqlara ayrılışını yaza bilərik. Yaza bilərik x minus 1 vurulsun cəmin natamam kvadratı, yəni x kvadratı üstəgəl x üstəgəl 1. Elə məxrəcdə də budur. X kvadratı plus x plus 1. Vurulsun. İkinci kəsirin surəti isə x minus 1 mötərizənin kvadratıdır. Yerinə yazsaq, məxrəcdə də x minus 1 mötərizənin kubu var. Onda ixtisarları edək. Bu mötərizə ilə məxrəc getdi. Surətdə də x minus 1-in kvadratı ilə məxrəcdəki kubdan ikisi gedər. Qalan birisi də bu birinci kəsirin surətindəki x minus 1 ilə gedər. Deməli, cavab 1 qalar. Ona görə cavab B bəndi. Dördüncü test. Sinifdəki şagirdlərin 60% qızlardır. Sinifə əlavə 10 qız gələrsə, şagirdlərin 68% qızlar olar. Sinifdə əvvəlcə neçə şagird olduğunu tapın. Deməli, əvvəl bilmirdik neçə şagird var. Qoy əvvəl şagirdlərin sayı x olsun.
şagird sayı x olsun. Və qızlar şagirdlərin 60%-ni təşkil edir. X-in 60%, yəni x vur 60 bölü 100, o da eləyər 0,6x. Sonra 10 qız gəldi. Deməli, qızların sayında 10 nəfər artım oldu. 0,6x üstəgəl elə şagirdlərin sayı da 10 nəfər artdı. Oğlanların sayı dəyişmirdi. Və şərtə görə qızlar 68%-dir, bütün şagirdlər isə 100%-dir. Onda tənliyi alaraq 0,6x plus 10 bölünmüş x plus 10 bərabərdir %68-ə. Tənasüb kimi baxsaq, alırıq ki, 100 vurulsun 0,6x plus 10, yəni 60x plus 1000, 60x plus 1000 bərabərdir 680x plus, daha doğrusu 68x plus 680. 680. Məchulları bir tərəfə, məlumları digər tərəfə yığsaq, 68x çıxılsın 6x, 60x verər bizə 8x-i, 1000-dən də 680-i çıxanda 320-ni verir. Buradan da alırıq ki, x bərabərdir 320 bölü 8, o da eləyir 40. Deməli, şagirdlərin sayı əvvəlcədən 40 nəfər imiş. 5-ci test 48 ədədinin 25%-ni tapın. Ədədin faizini tapmaq üçün biz bilirik ki, ədədi faizə vurub 100-ə bölmək lazımdır. 25% ümumiyyətlə 4də 1 hissə deməkdir. 25 ilə 100 ixtisar gedəndə 4 qalır məxrəcdə. Ona görə 48-i 4-ə böldük. Cavab elədi 12. A bəndi. 6-cı test. A, B, C ədədləri üçün B bölü C bərabərdir 4 bölü 5. A bölü B bərabərdir 3 bölü 2 və 2A çıx B çıx C bərabərdir 12 olarsa C-ni tapın. Və burada fikir versək, birinci bərabərlikdən alırıq ki, B 4 hissə, C 5 hissədir. İkinci bərabərlikdən A 3 hissə, B 2 hissədir. Birinci bərabərlikdə B 4 hissə idi, ikincidə isə B 2 hissə oldu. Gəlin bunların hər ikisini eyni ədədə gətirək, yəni belə ola bilməz. Ona görə də hər ikisini 4-ə gətirək. 4-ə gətirmək üçün 2-də 3-ün surət məxrəcini 2-yə vuraq. 2-yə vursaq, alarıq ki, A bölü B bərabərdir 6 bölünmüş 4-ə. Digər tərəfdən birinci bərabərlikdən də almışıq ki, B bölü C də bərabərdir 4 bölü 5-ə. Aha, indi hər ikisində B eyni hissədir. Onda bunların 3-ünü belə yaza bilərik. A-nın B-yə, bunun da C-yə nisbəti elə 6-nın 4-ə, bunun da 5-in olan nisbətinə bərabərdir. Mütənasiblik əmsalına bir dənə K desək, onda A deməli 6K-dır, yəni A 6 hissədir. B 4K-dır, C də 5K-dır. Və şərtə görə 2A çıx B çıx C bərabərdir 12 olduğundan 2A olar 12K, B 4K-dır, C də 5K-dır. Bu bərabərdir 12-yə. Şərtə görə 8K çıx 5K elədi 3K, 3K da 12-dirsə, buradan alırıq ki, K bərabərdir 4-ə. Bizdən də nəyi soruşur? C-ni. Onda beləliklə C bərabərdir 5 vur 4, yəni 20. Cavab oldu Y variantı. 7-ci sual. Sahədə əkilmiş bitkilər haqqında məlumat diaqramda verilmişdir. Yonca əkilmiş sahə ümumi sahənin hansı hissəsidir? Deməli, çəltik 70 dərəcə, arpa 80 dərəcə, buğda 120 dərəcəlik bucağa uyğun gəlirsə, yonca onda 360 çıxılsın bunların cəmi. Çünki tam bucaq 360 dərəcədir. 360 dərəcədən də 120 üstəgəl 80 üstəgəl 70 dərəcəni çıxsaq, ötərzənin içərisi elədi 270, 270-i də 360-dan çıxsaq qalar 90 dərəcə.
Deməli, yonca 90 dərəcədir və ümumi sahə, yəni 360 dərəcənin hansı hissəsidir? Bir ədəd digərinin hansı hissəsidir sualına cavab vermək üçün birinci ədədi ikinci ədədə bölürük. Yəni, yonca ümuminin hansı hissəsidir sualına cavab vermək üçün yoncaya aid olanı 90 dərəcəni bölürük, ümumiyə aid olanı 360 dərəcəyə. Bu da 90 dərəcəyə ixtisar getsə, qalır 4də 1. Cavab D variantı. 8-ci. İfadəni sadələşdirin. Bu ifadədə fikir versək, bax, a kvadratı üstəgəl 6a üstəgəl 9. Bunun yerinə biz yaza bilərdik a üstəgəl 3 mötərizənin kvadratını. Çıxılsın b kvadratı. Məxrəcdə isə a kvadratı çıx b kvadratına a çıx b vurulsun a üstəgəl b. 3a üstəgəl 3b-ni isə 3 vurulsun a üstəgəl b kimi yaza bilərik. Yəni, belə qruplaşdırdıq və belə yazdıq. İkinci kəsri olduğu kimi yazaq. Onda birinci kəsrin surəti kvadratlar fərqi kimi vurğulara ayrıla bilər. A üstəgəl 3 çıx b, a üstəgəl 3 üstəgəl b. Məxrəcdə isə a üstəgəl b-ləri ortaq vuruq kimi mötərizə xaricinə çıxarta bilərik artıq. Onda a üstəgəl b-ni çıxartsaq, içəridə qalar a çıx b üstəgəl 3. İkinci kəsirdə olduğu kimi qaldı. İndi artıq birinci kəsirdə ixtisarı aparmaq olar. A çıx b üstəgəl 3, bax bu birinci vuruqla eynidir. İxtisar getdi. Məxrəcdə qaldı a üstəgəl b. Surətdə də a üstəgəl 3 üstəgəl b. Çıxılsın 3 bölünmüş a üstəgəl b. Bunlar da eyni məxrəcli kəsirlər olduğundan məxrəc olduğu kimi yazırıq. Surətlərə çıxırıq. Surətlər də çıxanda 3 ilə mənfi 3 gedər, qalar a üstəgəl b. Nə idi? Özünə bölsək 1 alarıq. Cavab 1. C bəndi. 9-cu test. X kubu üstəgəl x kvadrata çıx 2 çox ədlisinin vuruqlarından biri hansıdır? Gəlin burada mənfi 2-ni göstərək mənfi 1 çıx 1 kimi. Və qruplaşdıraq. X kubu çıx 1 üstəgəl o bir mötərizədə x kvadratı çıx 1. Nöqtəsər vurma eyniliyinə görə vuruqlara ayrılışlarını yazaq. X minus 1 vurulsun x kvadratı üstəgəl x üstəgəl 1. Digəri isə x minus 1 vurulsun x plus 1. İndi nə görürük? İndi görürük ki, x minus 1 hər ikisində iştirak edir. Deməli, onu ortaq vuruq kimi mötərizə xaricinə çıxara bilərik. X minus 1 vurulsun. Buradan qaldı x kvadratı üstəgəl x plus 1. Buradan isə x plus 1 qaldı. İndi ikinci mötərizədə oxşar hədləri islah eləsək, alarıq ki, x kvadratı üstəgəl 2x üstəgəl 2. Bax, bu mötərizə Y bəndindədir. Deməli, cavab Y bəndi. 10-cu test. 5 üstü n plus 2 çıxılsın 4 vurulsun 5 üstü n. Məxrəcdə isə 5 üstü n minus 1 üstəgəl 4 vurulsun 5 üstü n ifadəsini sadələşdirin. Gəlin biz burada 5 üstü n plus 2-ni parçalayaq. Göstərək 5 üstü n vurulsun 5 üstü 2 kimi. Çıxılsın 4 vurulsun 5 üstü n olduğu kimi qalsın. Məxrəcdə də 5 üstü n minus 1-i, yenə də 5 üstü n-i ayıraq elə ondan. 5 üstü n vurulsun 5 üstü mənfi 1. Üstəgəl 4 vurulsun 5 üstü n. İndi yenə də ortaq vuruq görürük. Həm surətdə, həm də məxrəcdə 5 üstü n-lər var. Bax, bu 5 üstü n-ləri mötərizə xaricinə çıxaraq. Surətdə də, məxrəcdə də. Surətdə alarıq ki, 5 üstü n vurulsun. 5-in kvadratı çıx 4. Məxrəcdə isə alarıq ki, 5 üstü n vurulsun 5 üstü mənfi 1. Bilirsiniz ki, 5 üstü mənfi 1 5də 1 deməkdir. 5də 1 üstəgəl 4.
O da bərabərdir. Burada 5 üstə n'lər ixtisar gedər. 5'in kvadratı 25. 25'dən 4 çıxsaq 21. 5'də 1'in üstünə 4 gəlsək 4 tam 5'də 1. Deməli biz indi 21'i 4 tam 5'də 1'ə bölməliyik. Yəni 4 tam 5'də 1 də düzgün olmayan kəsrə çevriləndə 5'də 21 deməkdir. Kəsrə bölmək kəsrin tərsinə vurmaq deməkdir. Yəni 21 vurulsun 21'də 5 yaza bilərdik. Burada da 21'lər ixtisar getsə cavab 5 qalar. Cavab oldu B bəndi. 11-ci test. Hansı ifadə yanlışdır? Kvadratın tərəfi ilə perimetri düz mütasibdir. Bu doğru fikirdir. Çünki kvadratın tərəfini neçə dəfə artırsaq, perimetrdə o qədər dəfə artar. Bu doğru fikirdir. Çevrənin uzunluğu ilə radiusu düz mütasibdir. Bu da doğru fikirdir. Ümumiyyətlə, düz mütasib kəmiyyətlər nə idi? Onların uyğun qiymətlərinin nisbəti eyni bir K ədədinə bərabər idi. Məsələn, A bəndində siz bilirsiniz ki, kvadratın perimetrini onun tərəfinə böldükdə həmişə 4-ə bərabərdir. Deməli, bu elə həmin o K-ya bərabərdir, sabit bir ədəddir. B bəndində çevrənin uzunluğunu onun radiusuna böldükdə çevrənin uzunluğu üçün düsturu bilirsiniz ki 2pi r-dir. Bunu da r-ə böləndə r-lər gedir, ixtisar qalır 2pi. Pi də bilirsiniz sabit ədəddir. Yəni bu təxminən 2 vurulsun 3 tam %14 deməkdir. Sabit bir ədəddir. Deməli bu da düz mütasiblikdir. C bəndi. Tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabərdir. Bu da doğru fikirdir. Tənasübün əsas xassəsidir. D bəndi. A bölü B bərabərdir C bölü D bərabərdir K olarsa A üstəgəl C bölünmüş B üstəgəl D bərabərdir K bərabərliyi doğrudur. Gəlin bu bərabərliyin doğruluğunu yoxlayaq. Burada işarətə görə A bölü B bərabərdir K-ya. Onda buradan alarıq ki A bərabərdir B vur K-ya. Eyni qayda ilə C bölü D də bərabərdir K-ya. Onda buradan alarıq ki C də bərabərdir D vurulsun K-ya. Bax, A ilə C-nin bu ifadələrini bu bərabərlikdə yerinə qoysaq surətdə alarıq ki, BK üstəgəl DK bölünmüş B üstəgəl D. Buradan da biz K-nı mötərizə xaricinə çıxarda bilərik. Mötərizənin içində qalar B üstəgəl D, məxrəcdə də B üstəgəl D. Bax, burada B üstəgəl D-lər ixtisar gedər, qalar K. Burada da elə bir bərabərliyi idi. Ona görə bu da doğrudur. Y bəndinə baxaq. Y bəndində isə burada bunları silək. AC bölünmüş BD bərabərdir K bərabərliyi doğrudur. Bunu yoxlayaq. A vur C-nin yerinə biz yaza bilərdik BK, C-nin də yerinə DK. Məxrəcdə isə B vur D var. Burada B-lər ixtisar getdi, D-lər ixtisar getdi və K vur K kvadratıdır. K kvadratı məyər həmişə K-ya bərabərdirmi? Doğru deyil. Ona görə burada doğru olmayan Y variantı idi. 12-ci sual. X kvadratı çıx 2xy üstəgəl y kvadratı üstəgəl 10x çıx 10y üstəgəl 25 bərabərdir 0 olarsa x minus y fərqini tapın. Baxın, elə burada bu 3 dənə müxtəsər vurma eyniliyinə görə bizə nəyi verir? X minus y mötərizənin kvadratını verir. Bu 10x minus 10y də isə onu mötərizə xaricinə çıxartsaq, qalar burada x minus y. Üstəgəl 25 bərabərdir 0. Gəlin bir x minus y-ə t deyək. T əvəz edək. Onda bu bərabərliyimiz olur t kvadratı. Üstəgəl 10t üstəgəl 25 bərabərdir 0. Bu isə elə t üstəgəl 5 mötərizənin kvadratı deməkdir. Bərabərdir 0. Buradan da alarıq ki, t bərabərdir, t üstəgəl 5 bərabərdir 0. Oradan da t bərabərdir -5. Bəs t nə idi? T x minus y bunu əvəz eləmişdi də t ilə. Deməli, x minus y bərabərdir -5-ə. Cavab oldu A variantı. 13-cü test. A üstəgəl 2B bölünmüş A minus B bərabərdir 5 bölü 2 olarsa A bölü B nisbətini tapın. Gəlin bu tənasübün əsas xassəsini yazaq.
Alarıq ki, 2 vurulsun A üstə gəl 2B bərabərdir 5 vurulsun A minus B. Mötərizələri açsaq, 2A üstə gəl 4B bərabərdir 5A çıx 5B. A'ları bir tərəfə, B'ləri bərabərliyin digər tərəfinə verək. 2A çıx 5A bərabərdir mənfi 5B çıx 4B. Oxşar hədləri islah eləsək, mənfi 3A bərabərdir mənfi 9B. Bərabərliyin hər iki tərəfini mənfi 3-ə bölə bilərik. Onda A bərabərdir 3B alarıq. Bizdən A bölünmüş B nisbətini tapmağı tələb eləyir. A'nın yerinə 3B qoysaq, 3B bölünmüş B bərabərdir 3. Cavab D variantı. 14-cü sual. 2 üstü x bərabərdir 5 olarsa, 2 üstü 2x plus 1 ifadəsinin qiymətini tapın. 2 üstü 2x plus 1. Biz bu qüvvəti parçalayaq. Yaza bilərik 2 üstü 2x vurulsun 2 üstü 1. 2 üstü 2x elə 2 üstü x mötərizənin kvadratı kimi də yazıla bilir. 2 üstü 1 də elə 2 deməkdir. Şərtə görə 2 üstü x 5'ə bərabərdir. Onu da yaza bilərik 5'in kvadratı vurulsun 2. 5'in kvadratı 25'dir. 25'i də 2'yə vuranda 50. Cevap oldu A bəndi. 15. sual. 3 üstü x minus 11 bölünmüş x kvadratı plus 2x minus 3 bərabərdir A bölünmüş x minus 1 üstə gəl B bölünmüş x plus 3 bərabərliyindən A plus B cəmini tapın. Gəlin burada bu bərabərliyin sağ tərəfini götürək. A bölünmüş x minus 1 üstə gəl B bölünmüş x plus 3. Bu kəsirləri toplayaq. Bunun üçün ortaq məxrəc bu məxrəclərin hasilidir. X minus 1 vurulsun x plus 3. Onda birinci kəsirə tamamlayıcı vuruq nə olar? X plus 3. İkinci kəsirin tamamlayıcı vuruğu x minus 1. Surəti tamamlayıcı vuruqlara vuraq və mötərizəni açaq. Alarıq AX üstə gəl 3A üstə gəl BX çıx B bərabərdir. Məxrəcdə mötərizəni açaq. Mötərizəni açsaq, x-i x-ə vuranda x kvadrat, 3-i x-ə vuranda 3x, mənfi 1-i x-ə vursaq, mənfi x, mənfi 1-i 3-ə vursaq, mənfi 3. Surətdə də oxşar hədləri islah eləyək. AX üstə gəl BX, buradan biz x-i mötərizi xaricinə çıxartsaq, içəridə qalar A üstə gəl B. Və üstə gəl sərbəst hədd kimi də olur 3A minus B bərabərdir. Məxrəc elə bizə verir x kvadratı üstə gəl. Bunları islah eləsək 2x minus 3. Surətdə olduğu kimi. Deməli A plus B vurulsun x üstə gəl 3A çıx B. İndi bərabərliyin digər tərəfi ilə müqayisə eləsək, görürük ki, burada məxrəc eynidir. Bax, x kvadrat üstə gəl 2x minus 3, burada da x kvadrat üstə gəl 2x minus 3'dür. Surətdə burada 3x minus 11'dir. Burada A plus B vurulsun x plus 3A minus B'dir. Deməli, burada x'in əmsalı, yəni A plus B 3 olmalıdır. A plus B 3'ə bərabər eləyirik. Bizdən də elə bunu soruşur. 3A minus B isə mənfi 11 olmalıydı. 3A minus B bərabərdir mənfi 11. Yəni müqayisə eləyərək bu nəticəyə gəldik. Bizdən A plus B-ni soruşur. Ona görə də cavab 3. D bəndi. 16-cı sual. Ardıcıl 7 natural ədədin ədədi ortası 5'dir. Deməli, həmin ədədlər biri x, biri x plus 1, x plus 2, x plus 3, x plus 4, x plus 5 və x plus 6'dır. Bu ədədlərin ədədi ortası deyəndə, əslində bu elə ortadakı ədəd, yəni x plus 3 olur. Amma gəlin bunu sübut eləyək. Ədədi ortanı tapmaq üçün nə etməliyik? Bunları toplayıb sayına bölməliyik. Bunları toplayarkən x-ları topladıq, elədi 7x. Üstə gəl, 1-dən 6'ya qədər ədədləri də toplasaq 21 eləyir.
Bax, bu ədədi 7x plus 21-i, bu cəmi sayına böldükdə, yəni 7-yə böldükdə cavab 5-ə bərabərdir. Buradan da alırıq ki, surətdə 7-ni mötərizə xaricinə çıxarıb, sonra məxrəclə ixtisar eləsək, alarıq x plus 3 bərabərdir 5-ə. Deməli, x plus 3 5-dir. Onda x də bərabər olar 2-yə. 3, 4, 6, 7 və 8. Həmin ədədlər bu ədədlərdir. Bu ədədlərin ən böyüyü və ən kiçiyinin həndəsi ortasını tapın. Ən böyüyü 8-dir, ən kiçiyi isə 2-dir. Həndəsi orta isə kök altında bunların hasili deməkdir. Deməli, onda kök altında 8 vur 2 bərabərdir. Kökdə 16-ya, ondan da 4 çıxır. Cavab oldu 4. 17-ci test. 3x minus y bərabərdir 5 və xy bərabərdir 1 olarsa 9x kvadratı üstə y kvadratı cəmini tapın. Fikir versək, burada 9x kvadratı elə 3x-in kvadratıdır, y kvadratı da y-in kvadratıdır. Bəzi uşaqların səhv elədikləri yer haradır? O saat kvadrata yüksəldirlər, deyirlər ki, bu da 25-ə bərabərdir. Xeyr, bu səhvdir. Biz bərabərliyin sağ və sol tərəflərini birlikdə kvadrata yüksəldə bilərik. Yəni, yaza bilərik. 3x minus y bərabərdir 5-dirsə, bunun sol tərəfinin kvadratı bərabərdir sağ tərəfinin kvadratı. Sonra mötərizəni açsaq müxtəsər vurma eyniliyinə görə yaza bilərik. 9x kvadratı çıxılsın 6xy üstə gəl y kvadratı bərabərdir 25-ə. Buradan isə bizə x, y-in 1 olduğunu verib, bu 1-dirsə, deməli alırıq ki, 9x kvadratı çıx 6 vur 1, yəni 6 üstə gəl y kvadratı bərabərdir 25-ə. Buradan da məchullar bir tərəfə, məlumlar digər tərəfə köçürsək, 9x kvadratı üstə gəl y kvadratı bərabərdir 25 üstə gəl 6, yəni 31. Yəni cavab burada oldu 31. Növbəti sual, 18-ci suala baxaq. Deməli, bir düzbucaqlı var. Bu düzbucaqlının enine A deyək, uzunluğuna B deyək. Onda bunun sahəsi A vur B olar. Sonra isə həmin düzbucaqlının enini 25% artırırıq. 25% artıranda 100 ilə toplayırıq, olur 125%. A-nın da 125%-i A vurulsun 125 böl 100. Uzunluq bilmirik nə qədərdir. Bunu tapmalıyıq. Amma sahə dəyişməyib. Sahə A vur B qalıb. Gəlin uzunluğuna x deyək. Sahə dəyişməyibsə, onda uzunluğu tapmaq üçün biz nə etməliyik? Sahəni bölməliyik n-ə. 125 bu elə ixtisar getsə 4-də 5 deməkdir. Deməli, AB-ni 4-də 5 A-ya bölməliyik. Burada da A-lar ixtisar getsə və B-ni 4-də 5-ə bölmək, bu elə B-ni 5-də 4-ə vurmaq deməkdir. Alırıq 5-də 4 B. Yəni, bu düzbucaqlının uzunluğu 5-də 4 B olmalıdır. 5-də 4 neçə faiz deməkdir? 5-də 4-ü faizə çevirsək, bu 80% deməkdir. Əvvəl 100% idi, indi isə oldu 80%. Deməli, neçə faiz azalma getdi? Azalma oldu 20%. 100-dən çıxdıq 80%. Cavab oldu 20%. On 9-cu test. 8-in kubu üstə 2 üstü 7 cəminin 25%-ni tapın. Yəni, 8-in kubu üstə gəl 2 üstü 7-ni vururuq %25-ə. Vurulsun %25. %25 bilirsiniz ki, 25 ixtisar gedir. Məxrəcdə 4 qalır. 8-in kubu 2 üstü 3, bunun da üstündə 3 kimi yazıla bilər. Üstə gəl 2 üstü 7. O da bərabərdir. 2 qüvvətə yüksəldəndə üstlər vurulur. Ona görə 2 üstü 9 üstə gəl 2 üstü 7 kimi yaza bilərik surəti. Məxrəcdə də 2-nin kvadratıdır. Surətdə 2 üstü 7-ni mötərizə xaricinə çıxartsaq, içəridə qalar 2-nin kvadratı üstə gəl 1, məxrəcdə də 2 üstü 2. 2 üstü 7 ilə 2 üstü 2 ixtisar getsə,
Qalar 2 üstü 5. Mötərizənin cavabı da 4 üstə gəl 1, yəni 5 eləyir. 2 üstü 5 neçədir? 32. 32-ni 5-ə vuranda neçə eləyər? 160. Deməli, cavab oldu 160. 20-ci testə baxaq. 20-ci testdə surət kublar fərqi kimi vurğulara ayrıla bilər. Çünki 1 elə 1-in kubudur. Onda biz surətin yerinə nə yaza bilərik? Birinci mötərizəsi kublarsız özü, yəni 2023 çıx 1. İkinci mötərizədə isə cəmin natamam kvadratı, yəni 2023-ün kvadratı üstə gəl 2023 vur 1, yəni elə 2023 eləyir. Üstə gəl 1-in kvadratı, o da 1 eləyir. Məxrəcdə də 2023-ün kvadratı üstə gəl, fikir verin, bu 2024-ü elə 2023 üstə gəl 1 kimi yazmaq olar. Onda məxrəclə surətdəki mötərizələrdən biri ixtisar gedir. Qalır 2023 çıx 1, o da 2022-ni verir. Cavab oldu 2022. 21-ci test. A üstə gəl 2b bərabərdir 3 olarsa, a kvadratı çıx 4b kvadratı üstə 6a çıx 12b bölünmüş a minus 2b ifadəsinin qiymətini tapın. Əvvəlcə gəlin bu ifadəni sadələşdirək. Bu ifadədə a kvadratı çıx 4b kvadratı müxtəsər vurma eyniliyinə görə a çıx 2b vurulsun a üstə gəl 2b kimi yazıla bilər. Bəs burada nə edə bilərik? 6a çıx 12b-də. Bəli, oradan da 6-nı mötərizə xaricinə çıxaraq. 6 vurulsun a çıx 2b. Məxrəci isə olduğu kimi qaldı. İndi nə görürük? İndi surətdə a çıx 2b-ni ortaq vuruq kimi mötərizə xaricinə çıxartmaq olar. Deməli, a çıx 2b-ni mötərizə xaricinə çıxartsaq surətdə nə qalır? Mötərizənin içərisində a üstə gəl 2b, üstə gəl 6. Məxrəcdə də elə a çıx 2b var idi. İndi bu a çıx 2b-lər ixtisar gedər. Qalar a üstə gəl 2b, üstə gəl 6. Bizə isə a üstə gəl 2b-nin 3 olduğunu vermişdi. Deməli, bura 3-dür. 3 üstə gəl 6, cavab elədi 9. 22-ci sual. Traktorun ön və arxa təkərlərinin radiuslarının nisbəti 1/3-dür. Fərz eləyək ki, ön təkərin radiusu R-dir, onda arxa təkərin radiusu 3R olar. 24 pi yol gedən traktorun ön təkəri arxa təkərindən 20 vahid çox dövr edib. Deməli, əgər arxa təkər N dövr eləyibsə, onda ön təkər N plus 20 dövr eləyər. Və ümumi gedilən yolda 24 pi'dir. S-də bərabərdir 24 pi'yə. Təkər bir dövrdə nə qədər yol gedər? Öz çevrəsinin uzunluğu qədər. Onda deməli, ön təkər çevrəsinin uzunluğu qədər, yəni 2 pi r vurulsun N plus 20. Və bu bərabərdir 24 pi'yə. Arxa təkərin getdiyi yolun uzunluğunu tapmaq üçün yenə onun çevrəsinin uzunluğunu vururuq dövrlərin sayına və bərabər eləyirik 24 pi'yə. Arxa təkərin radiusu 3R olduğundan 2 pi'ni 3R'ə vururuq. Bu bir dövrdə onun yolunun uzunluğudur. Amma o N dövr eləyib, deməli vururuq N-ə və bərabər eləyirik 24 pi'yə. Hər ikisi bərabər yol getdiyinə görə bunları bir-birinə bərabər eləmək olar. Yəni, ala bilərik ki, 2 pi r vurulsun N üstə gəl 20 bərabərdir 2 pi vurulsun 3R vurulsun N-ə. Buradan da hər iki tərəfdən 2 pi r-ləri ixtisar eləyək. N üstə gəl 20 bərabərdir 3N alarıq. Buradan da 20 bərabərdir 2N, N də bərabərdir 10'a. Deməli, ön təkər bunda 30 dövr, arxa təkər isə 10 dövr eləyər. N 10'dursa,
N'in 10 qiymətini aparaq, qoyaq. Məsələn, bax, burada yerinə, bu bərabərliyi də yerinə qoysaq, onda və hər tərəfi də 2 pi-yə bölək, N'in də yerinə 10 qoyaq. Alırıq ki, 30R bərabərdir 12-yə. 30R 12-dirsə, onda R də bərabərdir 12 bölünmüş 30, yəni 0,4. Bu kiçik təkərin radiusudur. Arxa təkər bundan 3 dəfə böyük olduğu üçün radiusu, onda arxa təkərin radiusu bunlar 3 vurulsun 0,4. Yəni 1,2 metr. Cavab oldu 1,2. 23-cü sual. AX üstəgəl 3 vurulsun AX çıx B bərabərdir 9x kvadratı üstəgəl 15x üstəgəl 6 bərabərliyindən A plus B cəmini tapın. Gəlin burada mötərizəni vuraq, açaq. AX üstəgəl 3 vurulsun AX minus B-də 2 ədlinin 2 ədliyə vurulması qaydası ilə mötərizələri vuraq, açaq. Alırıq ki, A kvadratı x kvadratı çıxılsın AB x üstəgəl 3AX çıxılsın 3B. Bu da bərabərdir. Biraz da sadələşdirək. A kvadratı x kvadratı. Burada x-i mötərizə xaricinə versək, onlar mənfi AB üstəgəl 3A vur x çıx 3B. İndi bu bərabərliyin sol tərəfini biz sadələşdirdik. Açdıq mötərizələri, aldıq bu ifadəni. Sağ tərəfdə isə 9x kvadratı üstəgəl 15x üstəgəl 6-dır. Onda biz müqayisə etsək, görürük ki, A kvadratı x kvadratının yerində 9x kvadrat durursa, bu o deməkdir ki, A kvadratı bərabərdir 9-a. X-in əmsalı burada mənfi AB üstəgəl 3A-dır, burada isə 15-dir. Deməli, mənfi AB üstəgəl 3A bərabərdir 15 olmalıdır. Və sonuncu sərbəst həddə görürük ki, mənfi 3B 6-dır. Mənfi 3B 6-dırsa, deməli, onda B mənfi 2-dir. B mənfi 2-dirsə, bunun bu qiymətini aparaq. Ortadakı bərabərliyi də yerinə qoyaq. Alarıq ki, 2A üstəgəl 3A bərabərdir 15-ə. 5A bərabərdir 15-ə, A da bərabərdir 3-ə. Deməli, A-sı 3, B-si də mənfi 2-dir. Onda A üstəgəl B də olar 3 üstəgəl mənfi 2, yəni müsbət 1. Cavab 1. 24-cü sual. İşçi sayı ilə bir işin görülməsinə sərf olunan zaman arasındakı tərs mütənasibliyin qrafikinə əsasən N-i tapın. Deməli, işçi sayı yazaq, burada da zaman yazaq. İşçi sayı qrafika görə N olduqda 27 gün, işçi sayı 4N plus 2 olduqda 6 gün tələb olunur. Siz də bilirsiniz ki, işçi sayı ilə işin görülmə müddəti tərs mütənasibdir. Hətta burada özləri də qeyd edirlər ki, tərs mütənasibdir. Tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasilləri bərabər olur. Yəni biz alırıq ki, 27 vur N bərabərdir 6 vurulsun 4N plus 2-yə. Və bu tənliyi həll eləsək, 27N bərabərdir 24N üstəgəl 12, məchulları bir tərəfə, məlumları digər tərəfə köçürsək, 3N bərabərdir 12, N də bərabərdir 4. Deməli, N 4-ə bərabərdir. 25-ci sual. Px bərabərdir x kvadratı çıx 5x çıx 36 və qx bərabərdir x kvadratı üstəgəl 7x üstəgəl 12 çox ədləri vurğularına Euler-Venn diaqramında qeyd edin. Px çox ədlisi x kvadratı çıx 5x çıx 36 kimi göstərilibsə, biz onu vurğulara ayırmaq istəyiriksə, hansı iki ədədin hasili mənfi 36, cəmi isə mənfi 5-dir?
Bu ədədlər -9 və müsbət 4-dür. Onda biz yaza bilərik x çıx 9 vurulsun x üstəgəl 4. QX-i indi vuruqlara ayıraq. QX x kvadratı üstəgəl 7x üstəgəl 12-dir. Yenə eyni qayda ilə hansı iki ədədin hasili 12, cəmi isə 7-dir? Həmin ədədlər 3 və 4-dür. Onda deməli bu bərabərdir. X üstəgəl 3 vurulsun x üstəgəl 4. Beləliklə hər ikisində biz x üstəgəl 4-ü görürük. Ona görə x üstəgəl 4 kəsişmədə durur. Burada x plus 4-dür. Px-də həm də x minus 9 var idi. Qx-da həm də x plus 3 var idi. Bu da diaqramın yazılışı. Əgər video sizə faydalı oldusa, bəyənməyi və kanala abunə olmağı, dostlarınızla paylaşmağı unutmayın. İmtahana çox az vaxt qaldığı üçün kanalda daha çox sınaq imtahanlarının izahını paylaşacağım. Məqsəd sizi real imtahana tam hazır vəziyyətə gətirməkdir. Davamını qaçırmamaq üçün mütləq abunə olun. Növbəti sınaqda görüşənədək. Uğurlar!